Əli Ədalətli təqdim edir. Salam, hər vaxtınız xeyir. Hörmətli tamaşaçılar, hörmətli izləyicilər. Mən Əli Ədalətli hal-hazırda Şirvan şəhərindəyəm. Bəli, Şirvan şəhərinə gəlməkdə məqsədim var və hər zaman mən çəkişlərimdə Azərbaycanın milli qəhrəmanları və Azərbaycanın şəhidləri haqqında məlumatlar verirəm. Və əziz dostlar, bu günləri də mən Rəhimov Cəmil Nizami oğlunun məkanına gəldim. Bu gözəl Şirvan şəhərinə gəldim. Cəmil Azərbaycan uğrunda canından, qanından keçən bir oğuldur. Nə qədər Cəmillər, nə qədər Poladlar, nə qədər mübarizlər varsa, bu məmləkət hər zaman var olacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Necə yazdan danışım ki, vəziyyət şaxtalı, qışlı. Necə mən bayram edim ki, bir ananın gözü yaşlı. Bir şəhid vermiş ananın ürəyin heç nə ovutmaz. Onları heç kim unutmaz. Onları heç kim unutmaz. Bu dərdi yazan sanmaq olar. Odsuz bu qədər yanmaq olar. Siz can verdiniz, bizlər yaşayaq. Heç haqqınızı danmaq olar. Bu dərdi yazan sanmaq olar. Odsuz bu qədər yanmaq olar. Siz can verdiniz, bizlər yaşayaq. Heç haqqınızı danmaq olar. Cəmil 1969-cu ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olub. Ailə vəziyyətimizlə əlaqədar olaraq yoldaşım müəllim olduğuna görə təyinatla Şirvan şəhərinə gəldiyi üçün Şirvan şəhərinə köçmüşük. 1-ci sinifə Şirvan şəhəri 4 nömrəli məktəbə gedib təzə şəhərə köçmüşük. Oğlum orada 16 nömrəli məktəbi bitirib, əskər gedib. Gələndən sonra biz onu evdə saxlaya bilmirdik. Can atırdı tez cəbhəyə, ancaq cəbhəyə. O vətən sevgisini hər şeydən üstün tutaraq cəbhəyə yollandı. 1992-ci ilin yanvarında cəbhəyə getdi. Ağdam döyüşlərində iştirak elədi. Orada yaralanmışdı. Mart ayında evə gəldi. Noruz bayramı idi. Mən nə qədər elədim ki, getmə də bala. Sənin ailən var, uşağın var. O mənim sözümə baxmayaraq yenidən martın 21-də getdi cəbhəyə. Getdi, sonra xəbər gəldi ki, Şuşadadır bu. Ali üçün Ağdama getmişdim. Dedilər ki, qalxdılar onlar Şuşada vəziyyət gərgin olduğuna görə mart ayında Şuşaya getdi. Mayın 8-də də onun cəbhə yoldaşları evimə gəldi ki, Cəmilin şəhid olması barədə məlumatı verdilər. 33 illik gözümüz yoldadır. Bu ayda məlumat gəldi ki, uşağımın cəsədi tapılıb. Ayın 30-da onu torpağa vermişik. Səhər də onun 40-ıdır. 33 ildən sonra oldu da bu? 33 ildən sonra. Bəli, 33 ildən sonra gözümüz yoldan yığıldı. 33 il ancaq yol gözlədik. Yol gözlədik, çünki mənim uşağım idmançı idi. Elə uşaq deyildi ki, o erməniyə can versin. Mən heç cürə inana bilmirdim ki, mənim oğlum orada şəhid olub. Hamısı onun necə zirəng, igid bir uşaq olduğunu deyirdilər. İndi gözümüz yoldan yığışıldı. Cansız bədəni gətirdilər, balamı verdilər özünə. Və cənazəsi Şuşada tapıldı da? Şuşada, bəli, Şuşada tapıldı. Döyüş yerində elə, harada döyüşmüşdüsə, benzin kolonaya deyilən yerdə döyüşüblər bu uşaqlar. Orada da aşağıda, dərədə qazıntı zamanı 16 nəfər bir yerdə. 16 nəfər? 16 nəfər, bəli. 16 nəfərin cəsədi qanlı paltarı basdırıb. Şirvan şəhərində dəfn oldu da? Bəli, Şirvan şəhəri Şəhidlər Xiyabanında, dövlət səviyyəsində. Döyüş yoldaşları ilə əlaqəniz var? Döyüş yoldaşları ilə o vaxtı yanıma gələn uşaqlar oldu ki, onun yaralanıb, bunları xilas eləyib, belə mənə məlumat verdilər. İndi nə qədər dəqiqdir, düzgündür, onlar bilirlər ki,
bizi xilas elədi ki, yaralanmışam, çıxın, heç olmasa siz salamat çıxın buradan. Cəmilin övladı var imiş. Bəli, gedəndə bir evladı vardı, körpə idi. Biri də ana bətnində idilər. Biri qucağında, oğlunun yaşına gələcək idi ki, bir yaşı tamam olacaq idi, gələcək idi. Döyüş yoldaşlarından biri buradadır elə. Gəlib elə 40 günü həmişə gəlib ziyarət eləyirlər, uşaqlar deyirlər. Döyüşə yollananda neçə yaşı var idi Cəmil? 23 yaşı heç tamam dördü. 23 yaşı tamam dördü. 23 yaşında gedir. Könüllü özü yetdi. Könüllü, bəli. Könüllü qeydiyyatdan keçib getmişdi. Ümumiyyətlə 20 yanvarda o əskərlikdən gələndə 20 yanvar hadisəsindən sonra evə heç cürə sığışmırdı ki. Bu əskərlik olanda da Leningradda hərbi bir nömrəli SSR tank və diviziyada əskərliğini keçirmişdi. Oradan da 2 də qramat gəlmişdi. Onun nümunəvi bir əskər olması var idi. İdmançı idi. Klassik gülüş üzrə hər yerdə yarışlarda birinci, ikinci Azərbaycan birinciliyi uğruna gələn yarışlarda iştirak edirdi. Atası dünyasını dəyişib də. Hə. Allah rəhmət eləsin. Hətta bir dəfə deyir, naryaddadır, getmişəm naryada, deyir, paroldur. Özüm deyir, naroşnu dedim ki, dillənmədim. Üçüncü dəfə onu da gördüm ki, avtomatı boşaltdı ayaqlarıma. Komandir, Buxaralı Leningradda üzrə. Onun necə igid bir oğul olduğunu, 2 dəfə də oradan təşəkkürnamə gəlib ölmə. Vətənpərvər uşaq idi, çox vətənpərvər uşaq idi. O, nə vaxtı gedib məktəbə qəbul olub, nə vaxt tələbə bileti alıb. İnan, heç birimizin xəbəri olmadı. Onu da gördük ki, tələbə bileti ilə gəlib ki, girim, oxuyacam, narahat olmayın, oxuyacam. Belə uşaq idi. Allah sizi var eləsin, anacan, Allah sizi qorusun. Hər zaman sizin qarşınızda baş əyirik. Şəhid anaları bizim qürurumuzdur, şərəfimizdir. Yəni onlardan fəxr edirik. Rəhimova Aynur Nizami qızı, şəhidimiz Cəmilin bacısıyam. Qardaşım haqqında onu deyim ki, əvvəla qardaşımla fəxr edirəm. Sözün əsl mənasında qardaşım və orada tapılan uşaqlar, bilirsiniz 33 ildən sonra Şuşa şəhərində tapılıb. 16 uşaq sözün əsl mənasında milli qəhrəmandılar. Nə üçün? Onlar bilirdilər ki, onlara kömək gəlməyəcək, güllə qutarıb, təsəvvür eləyin nə vəziyyətdə. O vaxt bilirsiniz xaos vəziyyəti idi. Texnika o səviyyədə deyil idi. Yəni 92-ci il mayın 8-i biz televizordan xəbər aldıq ki, mayın 9-u xəbər verdilər ki, Şuşa alınıb. Demək, uşaqlar orada, döyüş yoldaşları bizə gəldi. Xatırlayıram, mənim 14 yaşım var idi. Döyüş yoldaşları gəldi ki, bəs biz kənardan görürdük, amma kömək eləyə bilmirdik. Silahımız, güllələr qutarmışdı. Demək, qardaşım haqqında xatirələrim çoxdur. Əvvəla qardaşım mənim musiqi məktəbim, kaman, skripkada çox gözəl ifa eləyirdi. Xatırlayıram ki, məktəbi qutaranda atam dedi ki, get təhsil al, sonra gedib əskərliyi çəkərsən. Dedi, ata, yox, qoy birinci əskərliyimi çəkim, sonra oxuyacam, söz verirəm ki, oxuyacam. Doğrudan da əskərliyin indi Sankt-Peterburg, o vaxt Leningrad şəhərində hərbi xidmətini çəkib. Hətta yadımdadır, atamla anam ona dəyməyə getmişdilər, təşəkkürnamə gəlirdi və demək, qardaşım haqqında o deyim ki, güləşə gedirdi, yarışlara gedirdi. Hətta evdə mən evin kiçiyi olmuşam, gəlib mənə fəndləri öyrədirdi. Uşaqlığımız çox mehriban böyümüşük, hədsiz dərəcədə mehriban olmuşuq. Evin kiçiyi idi, məni də hər yerə aparırdılar. Qardaşım da mənimlə çox mehriban olub. Demək, bütün fəndləri nə öyrədirdisə, mən öyrənirdim. Bir də görürdünüz, futbol oynayırdıq. Nə bilim, xatirələrimdə o vaxtda cəsur, mərd, sonra döyüş yoldaşları da danışanda ki, biz onun hesabına sağ qalmışıq. Bəs doğrudan da mərd uşağı idi. Anam danışdı ki, inanmırdım. İnanırsınız ki, siz bu 33 ili mən də elə bilirdim ki, sağ gələcək. Nə üçün? Bilirdim ki, mərddir, cəsurdur.
o diri ikən onu erməni tuta bilməz. Yalnız fikirləşirdim ki, o yaralanıb, ola bilər ki, məsələn, onu o zaman əsir götürə bilərlər. İyun ayında qız övladı Rəhimova Şəbnəm dünyaya göz açdı. Atasının məsələn şəkillərini göstərirdi, baxırdı. İndi siz onun albom şəkillərinə baxacaqsınız. Hərbi uşaqlıq illəri də, məktəb illəri də, yarışlara getdiyi şəkillərə də görəcəksiniz. Daha sonra əsgərlikdə xidmət elədiyi şəkillər də var. Hamısına baxıb övladı, qız övladı. Tabut gələndə inanın o qızının o sözləri mən hər gün xatırlayıram ki, ata, səninlə ilk və son görüşümdür. Yəni ata da bilmədi ki, övladı, qız dünyaya gəldi. Övlad da atanın üzünü görmədi. Düzdür, oğlunun gördü, oğlu ilə oynayırdı. Oğlu da onu xatırlamasa da, amma ən az oğlundan xəbəri oldu. Amma qız övladından xəbəri olmadı. Fəxr eləyirəm. Doğrudan da fəxr elənəsi oğullardı. O vaxtı da istər 92-ci ildə döyüşən uşaqlarımız 91-93-cü ildə olsun və nəhayət 2020-də, 20-ci ildə döyüşən uşaqlarımız doğrudan da mərd igid oğullardı. Təbii ki, cənab prezidentimizin, Ulu Öndərin Heydər Əliyevin davamçısı, cənab prezidentimiz İlham Əliyevin siyasətinin nəticəsi idi bu ki, torpaqlar geri alındı və biz indi qalib dövlətin övladlarıyıq, vətəndaşlarıyıq. Təbii ki, cənab prezidentin və yenilməz müzəffər ordumuzun sayəsində oldu bu. Bu qələbəni məhz onların sayəsində qazandıq. Təbii ki, bu qələbəni cənab prezidentimiz İlham Əliyev və müzəffər ordumuzun sayəsində qazandıq. Və bütün şəhidlərə, həmçinin mənim qardaşıma da Allah rəhmət eləsin. Bilirik, deyirlər ki, şəhidlər ölməz, yerləri cənnətdir. Allah rəhmət eləsin. İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Mən Rəhimova Nüşabə, Rəhimov Cəmil Nizami oğlunun bacısıyam. Qardaşım 1992-ci ildə Şuşa hadisəsində itkin düşmüşdü. Bugün biz həm sevinirik, həm kədərlənirik, vallah. Necə bir his keçirdiyimizi onu itkin ailələri başa düşər. Bugünkü gündə yenə şükür ki, biz qardaşımın nəşini tapıb Şəhidlər Xiyabanında bastırmışıq. Mən özüm bir bacı kimi qardaşımın ən axırıncı gediş xatirələrini indiki kimi gözümün qabağındadır. Getdi, gəldi, dedik ki, qardaş da getmisən də, getmə yenə. Dedi ki, mən o zaman şərəfsiz olaram ki, dedi. Orada mənim yoldaşlarım vuruşur. Mən necə onları qoyub gələ bilərəm, dedi. Mən onlara söz vermişəm ki, 2 gündən artıq qalmayacağam evimdə. Bu gedişdə son gedişi oldu qardaşımın. Hətta qardaşım dedi ki, orada qadınlar belə vuruşur, dedi. O qadınlar bizim anamız, bacımızdır. Biz necə onları qoyub tək gələ bilərəm, dedi. Ondan sonra neçə illər keçdi, uzun sürədir biz qardaşımızı axtardıq, çox yerdə axtardıq. Atam, Allah rəhmət eləsin, çox yerdə axtardı. Anam, bacım, çox yerdə soraqlaşdıq, haralara can getdik. Bugünə qismət imiş ki, nəşi gəldi, şükürlər olsun ki, nəşi gəldi, öz ocağında, öz şəhərində, obasında bastırıldı. Allah bütün itkinlərimizi də elə mənim qardaşımın ayağına versin, onların da analarının gözü yığılsın. Vallahi itkin olmaq çox pis şeydir. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. İnanırsınız, bu 44 günlük müharibədə də mənim öz oğlum getdi. Hətta dedi ki, mama dedi, sən dedi, dayımın yerindən sənə xəbər verəcəm. Dedim, özü qoru inan bala, bu biz üçün böyük bir şeydir. Şuşanın alındığı günə inanırsınız ki, elə bilirdim ki, elə qardaşım da çıxıb gələcək. Bax, o hisslər keçirtdik biz. Bu 44 günlük müharibədə zəng elədi ki, mama,
Bəs biz Şuşada yox, dayımın vuruşduğu yerdəyik. Bax, dedim ki, çox səs gəlirdi, bizə iclas gedirdi. Dedim ki, hamı istədi, dedi bizə yox, 052-yə dua edin. Onlar hal-hazırda yalın döyüşür, silahsız döyüşürlər. Hamı necə dualar elədi, dualarımız dedik, bala sənin üstündədir. İnanırsan ki, mən onunla o gündən bəri gözləyirdim ki, Şuşa alındı, qardaşım sağ gələr də, misal üçün. Düşünürdük ki, bəlkə əsirdir, bəlkə onların əlindədir, belə bir şeylər. Amma yenə də Allaha şükür edirik ki, bugünkü gündə qardaşımızın nəşi də olsa biz neyək, əlimizdən nə gəlir? Vətən üçün canından keçdi, neçə oğullarımız. Allah hamısına rəhmət eləsin. İtkin analara da səbir diləyirəm. Allah, mən oğlum 44 günlük müharibədə həmişə mamama deyirdim ki, mama, sənin oğlun tək deyir ki, hamının oğlu gedib, sən çox üstümüzə gəlirsən. Sonra 44 günlük müharibədə dedim, hər gün deyirdim ki, Canay mama, sən nələr keçirmişsən. Həqiqətən mən o günü anladım. Ona görə bütün itkin analara bugünkü gündə öz ürək sözümü deyirəm ki, Allah onların da itkinlərin obalarını elinə gətirsin. Bütün şəhidlərimizə də rəhmət olsun. Sayılov Zahir Adgözəl oğlu. Şəhid Rəhimov Cəmil Nizami oğlunun dayısı oğluyam. Şəhid mənim bibim oğludur. Yaxşı xatirələrimiz olub. Yəni uşaqlığımız aramızda 6 yaş fərqi olsa da, yəni bir yerdə münasibətimiz olub. Yəni belə görüşmüşük, danışmışıq. Zirəngi mərd oğlan idi. Savaşqan oğlan idi və onun bir əsgər yoldaşı var idi. Bir yerdə döyüşmüşdülər. Cəlal idi adı. Mən elə bir ki, soruşdum ondan ki, bunlar bir yerdə döyüşmüşdülər. Döyüş yoldaşı olublar, bəli. Soruşdum ki, belə-belə də, yəni sən görüşmüsən, yəni bunlarla bir yerdə döyüşmüsən, nə xatirəsi var səndə, nə danışa bilərsən, nə təbii çıxıb ortalığa, beləncə də müharibə vaxtı. Deyir, bizi döyüşə girdik, bir qruppa dedik, deyir. Bizi böldülər, deyir. Məsələn, qrupa döyüşə gedirdilər də. Məsələn, bir qrupda ayrılmışdıq, deyir. Bu məndən ayrı düşmüşdü. Elə gecə saat 1-2 radələrində atışma oldu. Görə bilmədik bir-birimizi. Mən nə cəhd atdım ki, axtarım tapım. Yəni də tanıyıram bir-birimizi, görüşmüşük, yəni boğmaqrəbik. Kömək edeyim, çıxardım, tapım bunları. Yəni o momentdə elə bir bombardıman idi ki, orada heç bir şey mümkün deyil idi görmək. Belə yəni xatirələri, yəni mən soruşa bildim ondan. Mən Rəhimov Zeygəm, Rəhimov Cəmil şəhidin oğluyam. Atam haqqında indi mənim yaşım çatmır danışmağa. O məndə olan məlumatlara görə, döyüş yoldaşlarından aldığı məlumatlara görə 92-ci ildə Şuşa şəhərində şəhid olub. 30 ildən sonra biz onu nəhayət ki tapdıq. Gözümüz yollardan yığışdı. Artıq bir ziyarət yerimiz oldu. Bir şəhid oğlu kimi nə deyə bilərəm? Mən bugünkü günü mən fəxr edirəm ki, o kişinin oğluyam və atamla qürur duyuram. Var olasın. Allah səni qorusun. Mən Məhərrəmova Şəbnəm Cəmil qızı, 1-ci Qarabağ şəhidi Rəhimov Cəmil Nizami oğlunun övladıyam. Atam 92-ci ildə mən ana bətnində olanda müharibəyə gedib. Yəni mən atamın üzünü görməmişəm. Qardaşım 1 yaşında olub. Atamın qəhrəmanlığı haqqında çox eşitmişəm. Yəni döyüş yoldaşının ən son mənə dediyi cümlə bu olub ki, sənin atan 150 nəfər insanı xilas eləyib. Yəni atam Şuşada ən son döyüş yeri Şuşa olub. Şuşa şəhərində qəhrəmancasında Könüllülər batalyonunda, Ramiz Qəmbərovun batalyonunda döyüşüb. Döyüş yoldaşlarının verdiyi məlumata görə atam Şuşa şəhərində qəhrəmancasına döyüşüb şəhid olmuşdu. 33 ildən sonra biz onun nəşin gətirdik. Mənə atamla ilk son görüşüm oldu. Atamın qəhrəmanlığı haqqında bəli çox eşitmişəm. Atam necə bir döyüşçü olub, döyüş yolu keçib. Döyüş yoldaşlarının da bizdə görüşləri olub. Onların danışıqlarından eşitmişəm ki, atam həqiqətən də bir qəhrəman olub. Mən fəxr edirəm ki, belə bir qəhrəmanın övladıyam. Mən kiçik bir müraciət eləmək istəyirəm cənab prezidentimizdən. Mən xahiş edirəm ki, cənab prezident, mənim atamın adını əbədiləşdirməsində bizə köməklik göstərəsiniz. Mən Həşimov Çingiz Məmmədvəli oğlu. Cəmillə Şuşada bir yerdə döyüşmüşük, bir yerdə olmuşuq. Ayın 8-ci günü səhər-səhər mən oradan çıxmışam. Biz çıxmışıq yuxarıya, dağa. Onlar qalıblar Zapravkada.
Zapravkada 16 nəfərdən 4 nəfər, 5 nəfər sonra çıxıb 11 nəfər onlar orada qalıblar dərədə. Həmin dərədə onlar vuruşublar. Qamışlıdan ermənilər girib biz tərəfə, onlar şey eliblər də, giriblər, onlar döyüşüblər. Döyüşüb axıra kimi orada qalıb da döyüşüb. Ayın 11-i o evə gəlməli idi. Ev kağıdı yazılmışdı. Vəsiqəsi ki, 11-i buraxılış olacaq. Ayın 8-i ancaq o şəhid oldu. Orada uşaqlar nə qədər şəhid olubsa, onların hamısını dəqiq xatırlamıram da, adlarını dəqiq bilmirəm. Ancaq siyahı məndə olub. Əvvəl siyahı məndə var idi. Sonradan biz o Kəlbəcərə gələndən sonrasına, Kəlbəcərdə mən evə gəlmişəm. Evdən çıxıb gələndən sonrasına o siyahı qalıb, hamısı onlarda, uşaqlarda qalıb da. Oradan sonra da Füzulda yaralandım. Mənim yaddaşım qapağım çıxmışdı da, mən buradan gülünə dəmişdi, qapaq çıxmışdı. Ona görə mən heç öz ailəm uşağımı güclə tanımışam. Ona görə çox xatirələri yaxşı xatırlamıram da, çoxunu yaxşı xatırlamıram. Uşaqlar mənə nə deyirsə, məsələn, sən deyib, sən belə eləmsən, onlar hamısı yadıma düşənlər belədir də. Cəsur uşaq idi, vuruşan uşaq idi. Ondan başqa 2 nəfər, o 3 nəfərin sayəsində çox adam sağ qaldı. O 3 nəfərin sayəsində, o da cəsur uşaq idi. O 2 nəfər də ondan başqa, biri yerli uşaq idi, biri Sumqayıtdan edəsən. Sumqayıtlı balası ilə Cəmil, bir də yerli uşaq, Şuşalı uşaq. Onların sayəsində biz sağ-salamat qalmışıq. Onlar bizi qorudu da, bizə heç kim güllə atmadı. Bizdəki gülləsiz boş silahla dağın üstündə durmuşdu. Gözləyirdik. O erməni bilmirəm bizim gülləmiz var, yoxdur. Ancaq boş silahla dayanmışdıq biz orada. Onlar bizə yaxın buraxmadılar onları. Nə deyim, valla, indi danışanda adam pis olur. Məsələn, mənə pis təsir edir də. İndi siz görməmişsiniz, bu şeyi çəkməmişsiniz də, ağrın. Mənə pis təsir edir o. Mən danışıram, amma mənə pis təsir edir. Allah ki, mənim olsun, var olasınız. Arxa cəbhədən sizə kömək gəlirdi, yoxsa yox? Yox, o vaxtı kömək yad yox idi. Kömək özüm. Silah idi, gətirirdi. Məsələn, 40 nəfərə 28 silahımız var idi. Allah var eləsin sizi, sizinlə də qürur duyuruq. Allah qorusun sizlərə, Allah sizə can sağlığı versin, var olasınız. Yadıma düşür. Mən məsələn, kimsə mən danışanda, mən o xatırlayıram ki, filan vaxt filan yerdə görmüşəm. Elə belə tanımıram, yaxşı tanımıram. Çünki beyin zaman keçib, böyük zaman keçib. Beyin dağılmışdı. İnterval böyükdür, bəli. Candı şəhid, yaşayan candı şəhid. Torpağın üstündəki bircə damcı qandı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın alisidir, gör necə insandı şəhid. Nə şərafətli əcəldir, nə ləyaqətli ölüm. Ki vətən torpağı uğrundakı qurbandı şəhid. Şəhidin yeri cənnətdir, buyurubdur yaradan. Cənnətə axtaran hər bir kəsə ünvandı şəhid. Düzdür, çox böyük dərddir bu dünyada qalanlara. Çün səni unutmaq da bizlərə nöqsandı şəhid. Arxanca ağlayanlar həm də sənlə qürur duyur. Sən baxma gözlərində yaşları leysandı şəhid. Sənə borcludur bu torpaqda qalan hər bir kəs. Elə bil xəstələnmişik, bizə loğmandı şəhid. Məzarın üstə gedən yolda fədadır canımız. Bizlər nə kareyik, aləmə sultandı şəhid. Can ey şəhid, sənə qurban ey şəhid. Məzarın nur ilə dolsun hər bir an ey şəhid. Bu vətən torpağın sən öz qanınla suvarmısan. Çün xeyli çiçək yetişdirib həmin qan ey şəhid. Düşmənin atdığı hər mərmi əgər zəhərdirsə, onu şərbət eləyəndir, belə dərmandı şəhid. Bu millət ağlayacaq arxanızca hər daim. Ki bəlkə göz yaşımız yolunda ehsanlı şəhid. Və bütün dünya baxır görür şəhidlik arzumuz. Oxunan fatihələr dünyaya üsyandı şəhid. Sən ki torpaq uğrunda öz canını sipər etdin. Həmin ol torpaq indi üstünə yorğandı şəhid. Candı şəhid, yaşayan candı şəhid. Torpağın üstündəki bircə damcı qandı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın alisidir, gör necə insandı şəhid.